öz yeməklərimizi bişirib yaratdın, ona görə keçim səninlə türk mətbəxinə. Bu sözü deyəcəyinizi bilirəm. Ona görə də elə əvvəlcədən özüm deyirəm. Yəni narahat olmayın. Sadəcə olaraq o qədər TikTokda kəşf etdiyimdə qarşıma çıxdı ki, bu o burcu yaprak sarması deyə. Sadəcə onu tapa bilmədiyimiz üçün çox axtarmadıq da zaten. Ona görə də evdə o reseptə baxdım. Özüm hazırlamaq istədim. Onu da qeyd edim ki, yəni reseptlər çox idi. Bəziləri için bişirirdi, soğanı falan qovururdu. Amma mən baxdığım reseptə ilə xanım necə eləyirsə mən də eləmişəm. Hazırlama üsulları fərqli ola bilər. Ona görə gəlib məni yıxıb sürməyin. Bildiyimiz kimi soğanı, göyərtini, nar şərabı, duzu, istiotu, sarı kökü, nə bilim düyünü falan qarışdırırıq. Sonra başlayırıq bükməyə. İndi bükməyimi də bəlkə də bəyənməzsiniz. O da sizin öz işinizdir. Sadəcə olaraq ilk dəfə idi və çıqqılı bəbişlə bunu eləyirəm. Bunu nəzərə alın. Bu taxtanı da yəni mənə qaynanam gətirib, çox sağ olsun, istisudan var olasın. Var ol qaynana. Bu da son halı. Hələlik.